Hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər, eləcə də izləyicilər. Mən Xanlar TV-nin təqdimatında Gündəm Qarabağ verilişini dinləyirsiniz. Bizi həmçinin izləyə bilərsiniz. Sosial şəbəkələrdən, Facebookdan və YouTubedan CBC FM Azərbaycan yazmaqla Qarabağı dirçəldirlər, Qarabağı yenidən qururlar və təbii ki, bunu çəkən, göstərən həm fotoqraflar, videoqraflar, jurnalistlər, televiziya əməkdaşları və sair mətbuat orqanlarının nümayəndələri də var. Amma ilk gündən elə 44 günlük vətən müharibəsi başlayan gündən sonadək və daha sonra post müharibə dövründə və ondan sonra da ta bu günə qədər o bütün prosesləri, orada baş verənləri hər bir detalı çəkən, işıqlandıran, ictimaiyyətə çatdıran fotoqraflardan biri Gilavar Fotoklubunun idarə heyətinin sədri Rəşad Mehdiyev bu gün qonağımızdır. Xoş gəlmisiniz. Hər vaxtınız xeyirli olsun. Çox sağ olun, minnətdaram. Rəşad, yadımdadır 44 günlük vətən müharibəsi. Həmin vaxtda fotoqraf kimi orada olmaq demək olar ki, hər bir fotoqrafın arzusu idi. Amma məhz bu sizə qismət oldu və sizin kimi digər bir neçə əməkdaşlar var da, hazırda buradasınız. Sizə qismət oldu, nələri gördünüz? Bir fotoqraf gözü ilə. Deməli, öncə onu deyim ki, artıq bu il noyabrda qələbəmizin 5-ci illiyi idi, artıq bir yubiley kimidir. 30 ilə artıq bir zamanda həsrət qaldığımız işğaldan azad olan torpaqlara artıq gedə bilirik. Və təbii ki, bunun başlanğıcı da var idi. O ilkin olaraq belə deyim, müharibədən öncə bilirsiniz ki, milli qəhrəman Polad Həşimovun şəhid olmasından başladı və həmin insanlar həmin pandemiya vaxtı idi və ona görə yürüyüş keçirdilər və biz əsas oradan başladıq. Həmin o yürüyüşü də biz çəkilişini elədik və hələ bilmirdik ki, bir neçə aydan sonra artıq biz daha böyük hadisələrin şahidi olacağıq və artıq baxmayaraq ki, müharibə şəraitində yaşayan bir ölkə idi, amma açığı deyək ki, bizdə sırf o sahədə, hərbi sahədə çəkən peşəkar fotoqraflarımız, videoqraflarımız və yaxud jurnalistlərimiz sayı çox az idi və birdən-birə biz o şəraitə düşdük. Və 44 günlük müharibədə biz ezam olunduq Ağdam, Tərtər, Bərdə istiqamətlərinə və orada biz müharibənin əsl belə deyək, simasını görürdük və hətta Tərtər pambıq zavoduna yadımızdadır ki, bizi atəşə tutdular və təsəvvür ki, bizi atəşə tutdular minamətlərdən, amma biz o prosesi yandırmırdıq. Biz neçə fotoqraf idi. Eyni zamanda elə CBC-nin çəkiş qrupu da orada idi. Elmira Musazadə. Elmira xanım da orada idi. Yəni o stand-up edirdilər. Sadəcə olaraq bizə atəşə tutdular. Yəni hər zaman bizə qəlpələr dəyə bilər və yaxud da yaralana bilərik, həlak ola bilərik. Amma buna baxmayaraq öz fərdimizi davam etdirdik. Və şükürlər olsun ki, artıq müharibədə qalib gəldi və torpaqlarımızın böyük hissəsini işğaldan azad edildi. Nəyə görə belə deyirəm? Çünki bəzi hissələr artıq qalmışlar, amma buna baxmayaraq biz müharibədən sonraki dövrlərdə biz həmin o ərazilərə səfərlər edirik, böyük bir layihə idi və orada həm foto, həm video çəkiş qrupları var idi. Azərbaycan fotoqraflarından və eyni zamanda foto müxbirindən, eyni zamanda Azərbaycan Dövlət Televiziyası ASTV-nin çəkiş qrupundan və rejissorundan ibarət böyük bir komanda idi və növbəli şəkildə çalışırdıq aylarla və bütün o 30 il ərzində baş verən o dağıntıları, Udbisidi və Ekosidi hamısını çəkilib göstərirdik və hazırda həmin fotolar hazırda da istifadə olunur. Həm tarix kimi, həm sübut kimi, həm o hadisələrin necə baş veribsə və çox xoş haldır ki, qısa müddət ərzində və artıq həmin ərazilər dirçəlməyə başlayır və bizim 2021-ci ildə həmin ərazilər gördüyüm ərazilər 2023-də, 2024-də tam fərqli idi. Artıq 2005-dir və daha çox artıq orada yaşayışlar da var bir çox yerlərdə. Zavodlar başlayır ki, artıq biz öz məhsulumuzu xaricə eksport edirik. Bəli, o çox sevindirici haldır. Yəni bu da onun inkişafı göstərir və sürətlə göstərir ki, qısa bir zamanda Azərbaycan baxmayaraq ki, həmin o ərazilərə sahib deyil idi və indi sahiblənir və yenidən o dirçəldir. Çox bu illərlə bizə o böyük maddi ziyan vurmuşdu və baxmayaraq ki, indi təzə həmin o ərazilər bərpasına da xeyli maddiyyat gedir. Bu da bizə o təsir göstərir. Amma yenə də buna baxmayaraq o həmin ərazilərdə o inkişafı gördükcə sadəcə
düşünürsən ki, mən bu şəkildə burada ərazili şəkillərini çəkmişdim, dağıntı idi, heç nə yox idi. Amma indi isə böyük nəhəng bir infrastrukturdur burada. Ən çox təəccübləndirən hansı bölgəmiz oldu ki, yəni dediniz ki, bu qədər qısa müddətdə bu ola bilməzdi. Amma oldu, Azərbaycan bunu reallaşdırdı. Birinci o işğaldan azad olunan ərazilər daxil olan zaman ilk olaraq Füzulini görürdüm. Çünki o əvvəlki təmas xətti boyunca olan hissələr idi, cəbrar idi və o həmin ərazilər daha çox dağıntıya məruz qalmışdı. Amma bəzi bölgələr var ki, orada toxunmamışlardı heç. Məsələn, o hansılardır ki, onlar yaşayırdılar. Məsələn, Xocavənd ərazisi idi, digər yerlər idi. Orada o qədər amma o vaxtı bizim elə tikdiyimiz evlərdə qalmışdı, heç düzəltməmişlər. Təbii ki, yəni amma o digər hissələr çox dağıntı idi, Ağdam idi. Amma indi hal baxırsan ki, o bir neçə il qabaqki həmin sanki ərazi deyil və tamamilə dəyişir və daha da o getdikcə yaxın illərdə daha ora gedəndə tanımayacaqsan ki, həqiqətən sən bir neçə il burada olmusan və hansı tərəf idi bura. ancaq məscid ətrafı yəni, o yerlərdən artıq hardansa bilmək olar ki, istiqamət biz bir neçə ay orada məsələn qalırdıq. O yolları biz əzbər bilirdik, hansı yoldan getdiyim. Amma indi gəlirsən baxırsan, həmin yolu tanımırsan ki, sanki necə olubdu burada dəyişilib. Artıq həmin obyektləri bilmirsən ki, burada bu var idi. Hansı neçə kilometrdə sonra həmin obyekti görəcəksən. Çünki həqiqətən də tam dəyişikliyə məruz qalıb. Yaxşı mənada təbii ki. Yaxşı mənada və yaxşı mənada tamamilə də düzələcək. Mən mina qurbanlarının sayı layihəsi var sizdə. Sizin çəkdiyiniz fotolar demək olar ki, təkcə Azərbaycanda yox, həm də xaricdə yəni işıqlandırılır, hər kəsə göstərilir bu real faktları və COVID-29 çərçivəsində də bu oldu. Yəni bununla bağlı istəyərdik danışaq. Məsələ hansı yerdədir, harda biz hələ görəcəyik o fotoları. Mən bilirəm ki, yaxında Avropa səfərləri də var. Bu deməli bizim bu layihədən başlamazdan öncə deyim ki, bu mina o layihəsi bizə, yəni bizim təşkilata eyni zamanda mənə daha bir həssas bir mövzu idi. Nəyə görə? Çünki qeyd edelim ki, biz Qarabağda olan zaman 2021-ci ilin iyunun 4-də Kəlbəcərin Sulu kəndində o mina hadisəsini yaşadıq. 3 nəfər şəhid oldu. Onlardan ikisi media nümayəndəsi idi. Mühərrəm İbrahimov və Siraj Abuşov. Allah rəhmət eləsin. Yoldaşlarımızdır, həmkarlarımız idi və bundan sonra biz qarşımıza bir həm özüm, həm foto təşkilat olaraq qarşımıza məqsəd qoyduq ki, mina ilə bağlı, mina təhlükəsinə bağlı layihələr həyata keçirik və artıq bir neçə il sonra biz ANAMA ilə birgə bir foto müxbirlər üçün olan təhlükəsizliklə bağlı, mina təhlükəsizliklə bağlı layihə həyata keçirdik və uğurlu oldu. Və bu uğurlu olduğuna görə daha başqa bir layihəyə müraciət elədik biz və ötən il minadan və patlamamış hərbi sursatlardan zərər çəkən insanların fotolarını çəkdik. 30 il ərzində, 30 ilin daha doğrusu artıq müddət ərzində 91-ci ildən bu yana mina düşən insanları bir axtarırdıq, tapırdıq. Ölkənin müxtəlif istiqamətlərinə səfərlər eləyirdi və həmin insanlar da həssas bir insanlardır və onlarla dil tapmaq, onları razı salmaq çox çətin olurdu. Baxmayaraq ki, qısa müddət ərzində biz bu layihəni həyata keçirdik, amma uğurlu oldu. Biz onların fotolarını çəkdik peşəkar səviyyədə. Eyni zamanda layihədə də çalışanlar fotoqraflar idi. Fotoların əksəriyyəti o peşəkar fotoqrafımız, tanınmış fotoqraf Famil Mahmud Bəyli idi və biz həmin o fotoları daha sonra böyük ölçüdə, keyfiyyətli şəkildə çap elədik və məqsədimiz bunu dünyaya çatdırmaq idi həm də. Biz Çexiyanın paytaxtı Praqa şəhərində 2 gün ərzində mərkəzi meydanlarda, ayrı-ayrı yerlərdə bunu sərgilədik. Minlərlə turist, orada Avropalı bunu gördü və onlara biz məlumat da verdik. Statistik göstəricilər göstərdik və görən insanlar da bunu görüb dəhşətə gəlirdilər. Bizim layihənin bir özəlliyi onda idi ki, biz insanları olduğu kimi göstərirdik və onlar necədirsə, biz onu o çılpaqlığını göstəririk ki, minanın yaratdığı təsir necə ola bilər, insanın o əlini, ayağını aparır və yaxud da həlak olur, hamısını biz onu göstərdik və insanlar dəhşətə gəlirdilər və uğurlu olmazın səbəblərindən biri də sağ olsun bütün o Azərbaycan mediası bizə çox dəstək göstərdi, bunu paylaşdılar, televiziyalarda verdilər. Eyni zamanda CBC telekanalı da elə onu rus dilində efirə verdi və bu böyük bir rezonans oldu. Bir neçə müddətdən sonra gördük ki, həmin layihə haqqında, həmin o sərgi haqqında erməni mətbuatında yazıb və həm bizim adımız, həm təşkilatımızın adı, Gilavar Foto Klubunun adı, eyni zamanda Donor təşkilatının adı bütün erməni mətbuatında yayılmışdı və əzbər idi və bu ilə bağlı müxtəlif
məqalələr dərc olunur. Çünki onlara artıq Azərbaycan faktlarla, peşəkar çəkilmiş fotolarla bu faktları ortaya qoyurdu. Və ondan sonra artıq biz layihəni oktyabrında bitirirdik və layihənin uğurlu olmasından sonra məsləhət bilindi ki, biz bunu COP29 çərçivəsində də sərgiləyək. Nəyə görə? Həm insanlar mina qurbanlarının şahid olsunlar. Təkcə minalar insanlara deyil, təbiətə də ziyan vurur. Həm təbiətə, atmosferə, faunaya, floraya. Və biz bunu da əsaslandırdıq və insanlara göstərdik ki, minalar təkcə insanlara deyil, bütün təbiətə də ziyan vurur. COP29 da sırf ekologiya, təbiətlə bağlı bir tədbir olduğuna görə biz bunu da göstərdik ki, yəni atmosferə atılan məsələn hər gün Qarabağ bölgəsində nəqli mina zərərsizləşdirilir və yaxud patlayır və kimsə mina düşür və təsəvvür edin ki, bir kənddə bir gün ərzində 3 mina zərərsizləşsə, atmosferə nə qədər orada torpaq məhv olur. Bəli, həm torpaq məhv olur, həm canlılar məhv olur, həm atmosferə nə qədər partlayış olanda, o partladanda o zaman daha çox tullantılar atılır havaya. Bunu biz əsaslandırıq və insanlar bunu görürlər, o dəhşətə gəlirdilər ki, yəni hər tərəfə ziyan. Necə vəhşiliklər eləyiblər. Və harda olacaq bundan sonraki marşrut bəllidir? Bu birinci layihəmizi biz Çex paytaxtında elədik və düşünürük ki, bu ildə bunu biz davam etdirək və çünki uğurlu oldu və eyni zamanda insanlar daha çox bu fotolarla görürlər və məlumatlar olurlar və bir onu qeyd edim ki, eyni zamanda biz layihəmizi Bakıda keçirdik həmin o sərgidən sonra və bizə dəstək göstərən digər bir qeyri-hökumət təşkilatı var idi. Bizdən həmin fotolardan istədi, onun ədədini və həmin o fotolar eyni zamanda BMT-nin Cenevdəki ofisində tədbir zamanında sərgiləndi və faktlarla ortaya qoyuldu və eyni zamanda həmin biz fotolarla Anamayada da biz belə deyək, hədiyyə kimi eləmişik. Eyni zamanda hər ikimiz onu istifadə edə biləcəyik. Həm onların tədbirləri olanda o fotoları nümayiş edə biləcək beynəlxalq tədbirlərdə dünya ictimaiyyətinə çatdırmaq üçün eyni zamanda biz də onları yenidən növbəti sərgilərimiz zamanı istifadə edəcəyik. Çalışırıq ki, əsasən Qərbi Avropa ölkələrində Fransa, İsveç, Norveç və bizi dırnaq arası. Bəli, həmin ölkələrdə yəni biz göstərir. Eyni zamanda həmin o ölkələrdə beynəlxalq qurumlar da yerləşir. Avropa Şurası, Avropa Məhkəməsi və Avropa Birliyi həmin o ərazilərə yaxın o ərazilərdə olsun ki və bizim əsas ortaya qoyduğumuz o hədəflərimiz nədir ki, biz bunu açıq vəsatət edirik ki, daha çox insan görsün. Bu çox bir çətindir. Yəni vaxt alan bir şeydir, amma çox şərəfli bir missiya. Bəli, yəni həmin o ərazilərdə də bildiyiniz kimi bizi istəməyən insanlar da var. Yəni hər an təxribat da ola bilər, hər bir şey ola bilər, amma biz yenə də bunu göz önünə alıb bu layihəni ölkəmiz üçün, cəmiyyətimiz üçün, dövlətimiz üçün eləməyə hazır. Çox təşəkkür edirəm. Sizə də bu şərəfli işdə uğurlar arzulayıram. Minnətdaram, çox sağ olun. Gündəm Qarabağ verilişi bununla da yekunlaşır. Siz isə bizi dinləməkdə, eləcə də izləməkdə davam edin. Sağ olun, salamat qalın.